Ananı çok sevirsən və ona nə qədər həyatın boyu nə qədər ona təşəkkür eləsən də onun şükründən çıxa bilməzsən. Necə də olmasın. O səni 9 ay sancılar içərisində bətnində daşımışdır. Və sonra öz həyatını ölüm riski ilə ortaya qoyaraqdan səni dünyaya gətirmişdi. Tərəddüd etmədən, düşünmədən ki, sən dünyaya gəlməlisən. Buna görə ölümə belə razı idi. Beləsinə necə şükür eləməyəsən? Düzdürmü? Bu bəs deyilmiş. Ondan sonra sancılı, ağrılı öz döşlərindən sənə süd vermişdi. İlk günlər lap ağrı olur. Bilirsən ki, döş gillərləri partlayır və oradan qan gəlir. Və bu anaya çox dəhşətli, inci və ağrılar verir. Bununla bərabər içindəki olan şəfqət və rəhmətindən səni süddən kəsmədi. Həmən süd verirdi. Sonra gecələr yatmağa qoymadın, ona əzab və əziyyət verdin. Ona istirablı gecələr yaşatdın. Onu çox incitdin. Sənin gülməyin onu güldürürdü, sənin sevincin onun sevinci idi. Sənin istirablan, əzabın onun üçün əziyyət idi. Beləsinə necə təşəkkür etmirsən? İndi bu ananı sənin üçün yaratana bəs necə? Səni və ananı da yaratan bəs necə? Bəs onun üçün də ana yaratıb baxdı ki, bu necə? Ən böyük şükrə daha layiq o deyilmi? Hər şeyi yoxdan icad edən Fâtir-i Semâvâti wal Ard, yerlərin və göylərin ilkin yaratıcısı. Yerlərin və göylərin və içində olanların ilkin yaratıcısı Fâtir. Bundan qabaq yaratılış olmayıb. İlk yaratan odur. Birinci yaratan odur. Sonradan ardı-ardına bir-birinə gətirirlər. Bu onu balalayır, bu onu doğur, bu onu törədir və s. Əgər törədənə təşəkkür edirsənsə, yoxdan törədəni yaratanı bəs necə tanımayacaqsan, qəbul etməyəcəksən, təşəkkür etməyəcəksən. Gözlərin tutulmuşdu, karat gəlmişdi. Getdin həkim yanına, həkim dedi ki, yaxşı ki, tez gəldin. Bir ay gec gəlsəydin, ikisini də gözdən itirirdin. Həmən əməliyyata salır səni. Balaca, çox kiçik bir mikroskop altında balaca qaşıqlarla gelir oradan, gözün arkasından o karatları, o mirvari suyunu çıxardır. Və nəhayət sənin gözünə işıq gəlir. Həyatı bu həkimi görəndə aracından düşürsən, qaşıq getib salam verirsən, əlindən başına öpürsən, həkim, sən mənim gözümü qaytardın. Və bu mükəmməl göz cihazını, əsla yaratanı necə qəbul etmirsən? Sən necə də naşükürsən, necə nankörsən? Mövcud olan bir gözü sadəcə onu müalicə edib səni qaytarana heç bir zaman bu yaxşılığı unutmursan. Amma bu gözü sıfırdan, heç nədən, yoxdan, hammasız yaratanısı əsla qəbul edirsən.